Xüsusən son dövrlər bizim qanunvericilikdə də belə bir çox təəssüf hissi ilə qeyd edirəm ki, bir maddə qəbul olunub, həkimlərin vicdanlı davranışı, vicdansız davranışı deyə belə bir seçimlər ortaya qoyulub. Ümumiyyətlə Azərbaycan Cinayət Məcəlləsində belə bir anlayış heç bir peşə sahibləri heç bir törədilən qeyri-qanuni hərəkətlər üçün vicdan meyarı ortaya qoyulmadığı halda həkimlər üçün vicdanlı davranış, vicdansız davranış deyə belə bir maddələr ortaya çıxıb bir qədər gülünc doğurur. Məncə həkim düzgün olmalıdır. O bir qədər çeynənmiş söz olsa da düzgünlük mərdlikdir. Mən belə hesab edirəm. Həkimlikdə bu özünü təsdiqləyir. Həkim düzgün olmalıdır. Öz pasiyentləri ilə bütün informasiyanı düzgün bölüşməlidir. Öz kolleqaları ilə düzgün münasibət qurmalıdır. Həkim bir qədər öncə də sual olmuşdu, bir həyat tərzidirmi? Bəli, burada bir daha təsdiqlənir ki, həkim cəmiyyətdə də nümunəvi bir insan olmalıdır. Hətta mən xatırlayıram, Ulu Öndərin də sözü var ki, həkim vicdanlı olmalıdır.